Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve tabibi nüfusina Ebu'l Gasimi Mustafa Muhammed ve ala ehl beytihi tayyibin tahirin el-ma'sumin la siyema begiyetillah fil aradin Mevlana sahibel asri ve zaman. Salam əziz və möhtərəm müsəlmanlar. Bugünkü mövzumuz Peyğəmbərimizin haqqında olacaq. Bildiyimiz kimi bu günlərdə Peyğəmbər sallallahu aleyhin Allah Taala tərəfindən Peyğəmbərliyə seçildiyi gündür. Allah Taala bu günlərdə məhz qiyamata qədər insanların son Peyğəmbərini və son dinini seçərək insanlara seçdi və təqdim etdi. Əgər biz Peyğəmbərin tarixinə baxsaq, yaşayış tərzinə baxsaq, özümüz üçün, öz yaşayışımız üçün Peyğəmbərin yaşayışında, davranışlarında çox sayda ibrət dərslər ala bilərik. Mən bu mövzuda danışmaq istəyirəm ki, yəni Peyğəmbər necə müvəffəq oldu ki, cahil ərəblərin içərisində diri-diri qız uşaqlarını torpağın altına bastıraraq onları öldürən bir mədəniyyətin içərisində onları hidayət edə bildi Allah yoluna. Peyğəmbər necə müvəffəq oldu ki, biz də Peyğəmbərin bu müvəffəqiyyətinə baxaraq zamanımızda edə bilək ki, İslamı layiqincə tanıtdıra bilək və insanları cəhalət yolundan İslama tərəf dəvət edə bilək. Allah Taala Quran-ı Kərimdə bir çox ayələrdə Peyğəmbəri bizə örnək kimi göstərir, nümunə kimi göstərir. Peyğəmbər bu örnək olmağı Allahdan pay olaraq götürmədi, onu qazandı. Yəni Peyğəmbər bizim üçün nümunə ki oldu. Bu nümunəyi Peyğəmbər qazandı, zəhmətlə qazandı. Biz baxsaq, Peyğəmbərliyə seçildiyi gündən çox sayda müşriklər tərəfindən, kafirlər və düşmənlər tərəfindən hücumlara məruz qaldı. Bəzən Peyğəmbərə dəli dedilər, bəzən Peyğəmbərə sehirbaz dedilər, bəzən başına Peyğəmbərin xardan, yəni evlərin başından Peyğəmbərin üzərinə kül atdılar. Və bu kimi əziyyətlər Peyğəmbəri həm dillə, həm də cism ilə Peyğəmbərin cisminə və ruhiyyəsinə təsir göstərmək istədilər, mənfi təsir. Amma Peyğəmbər yenə də yorulmadı. Peyğəmbərə yalançı dedilər. Çox sayda iftiralar Peyğəmbərə atdılar. Peyğəmbər yorulmadı. Allah Taala Əraf surəsinin 199-cu ayəsində Peyğəmbərə 3 dənə nəsihət edir. Peyğəmbərə 3 dənə yol göstərir ki, ey Peyğəmbər, sən bu 3 yola əməl etməklə sənə qarşı atılan iftiraları, sənə qarşı edilən zülmləri, ədalətsizlikləri sən eləyə bilərsən, uzaqlaşdırasan və insanlarla rahat şəkildə davranaraq onların hidayət olmasında kifayət qədər qabağa gedə bilərsən. Allah Taala ayədə buyurur, Bismillahirrahmanirrahim, Peyğəmbərə əmr edir, buyurur, Xuzil af və əmur bil ma'ruf və ariz anil cahilin. Ayənin tərcüməsi belədir, ey Peyğəmbər, çalış əff yolunu, əff etmək yolunu tut. Və davamında buyurur, ikinci əmr budur Allahın, və əmur bil ma'ruf, insanlarla gözəl davranmağı öyrən və insanlarla gözəl davran. Və ariz anil cahilin, cahil insanlardan isə uzaq dur. Bu ayənin sadəcə olaraq tərcüməsidir. İmam Sadiq əleyhissalam, 6-cı imamımız buyurur ki, Peyğəmbər bu ayəyə, bu tövsiyələrə, Allahın bu 3 dənə tövsiyəsinə əməl edəndən sonra, yəni canlı şəkildə bunu yerinə yetirəndən sonra, Allah Taala başqa bir ayə nazil etdi. Peyğəmbəri buyurdu ki, ey Peyğəmbər, həqiqətən sən böyük əxlaq sahibisən. Yəni, bu 3 dənə tövsiyəyə Peyğəmbər əməl edəndən sonra, Allah Taala Peyğəmbərin haqqında buyurdu ki, ey Peyğəmbər, sən ən mükəmməl əxlaq sahibi
sənsən ey Peyğəmbər. Deməli, bu 3 dənə tövsiyə çox mühümdür ki, biz də bu 3 dənə tövsiyəyə əməl edərək Allahın yanında məqamımızı ucalda bilərik və eyni zamanda bir çox insanların, qəlbi qaralmış insanların, dindən uzaq düşmüş insanların Allah yoluna hidayət olmasına, gəlməsinə səbəb olar bu 3 dənə tövsiyə əməl etsək. Bu 3 dənə tövsiyə xülasə mən bayaq tərcüməsini dedim. Deməli, birinci budur. Peyğəmbər Allah buyurur, xuzil af, ey Peyğəmbər, əf yolunu tut. Mənası budur ki, əgər bir nəfər xəta etsə Peyğəmbərə qarşı və eyni zamanda Peyğəmbərə deməklə bizə də aiddir. Bir nəfər xəta etsə, əgər peşman olsa sonradan ey Peyğəmbər, ayənin açıqlaması budur. Xətasından peşman olsa və inatkarlıq etməsə, peşman olandan sonra sən onu əff et. Onun xətasına göz yum. Onu əff et, onu bağışla. Daha sonra buyurur və əmur bil ma'ruf. Mənası budur ki, ey Peyğəmbər, əgər bir insan xəbəri yoxdur sənin niyyətindən, sənin əməllərindən, sənin onu hidayət etməsi üçün çabandan, əziyyətindən xəbəri yoxdursa da, sən öz niyyətini, öz çabanı, öz zəhmətlərinin hədəfini o insana açıqla. O insana başa sal ki, o bilmir. Yəni, bilməyən insanın qarşısında gözəl davran, onu başa salmağa çalış ki, o da düz yola hidayət olsun. Və Allah Taala'nın Peyğəmbərimizə bu ayədə 3-cü tövsiyəsi bundan ibarətdir ki, buyurur və ariz anil cahilin. Yəni, cahil insanlardan ey Peyğəmbər uzaq dur. Bunun mənası bundan ibarətdir ki, yəni, Peyğəmbərə Allah bunu demək istəmir ki, cahillərdən uzaq dur, onlar bilməsinlər. Yox, bunun mənası bu deyil. Bu ayədə cahillər deyəndə məqsəd bundan ibarətdir ki, Allah Taala Peyğəmbərə bunu çatdırmaq istəyir ki, ey Peyğəmbər, əgər bir insan nadandır və öz nadanlığında inatkarlıq edir və o sənin dediyin həqiqətləri dərk etmir və dərk etmək də istəmir, qəbul etmək istəmir. Onun zehnin zərfiyyəti sənin dediklərini dərk etmir və etmək də istəmir, inatkarlıq edir. Bu cür insanlardan Allah buyurur Peyğəmbər uzaq dur. Deməli, ayənin xülasəsi bundan ibarətdir. Çünki mən bayaq dedim, Peyğəmbərin Peyğəmbərliyə seçildiyi günlər ərəfəsindəyik və biz gərək Peyğəmbərimizi tanıyaq. Peyğəmbər necə müvəffəq oldu? Bu qədər kütləni az bir zamanda Allahın yoluna dəvət edə bildi. Bu qədər günləri savaşla keçən, zülm və haqsızlıq edən bir toplumu necə gəldi? Peyğəmbər ən yüksək əxlaq mərhələlərinə çatdıra bildi. Və bu əməllərdən, bu işlərdən. Ayənin xülasəsi budur. Deməli, Peyğəmbərlə müxalifət edən, Peyğəmbərlə düşmənçilik edən 3 qrup insan olubdur. Onların bəziləri xətakar olublar. Yəni, bilmədən, düşünmədən Peyğəmbərə qarşı düşmənçilik ediblər, yanlış addım atıblar. Allah deyən, əgər bunlar peşman olsa və peşmançılıq içərisində olsalar, ey Peyğəmbər, bunları əff et, bağışla. Bu ayə bizə də aiddir. Əgər bizə qarşı kimsə də xəta etsə və şərti də budur ki, xətasından sonra peşman ola həqiqətən. Peşman oldusa da dərhal gərək biz onu əff edək. İkinci dəstə Peyğəmbərlə düşmənçilik edən insanlar o insanlardır ki, agahlıqları yoxdur. Məsələn, biz əgər Kərbala səhnəsindən, Kərbala hadisəsindən bir misal vursaq, Hür bu ikinci dəstənin ən bariz nümunələrindən biridir. Agah deyildi, bilmirdi Yezidlə savaşan kimdir. Kərbala olayının ortasında bildi ki, Yezidlə mübarizə edən, Yezidə qarşı çıxan Peyğəmbərin nəvəsi Həzrət İmam Hüseyin əleyhissalamdır ki, cənnətlə müjdelənibdir. Yəni, İmam Hüseynin olduğunu bilən kimi agah deyildi. Bildi, xatasını başa düşdü. İmam Hüseyin də onunla görüşdü və tövbə etdi. Allah da onun tövbəsini qəbul etdi. Deməli, ikinci dəstə agah olmayan insanlardır ki, əgər bizim vəzifəmiz onların qarşısında budur ki, onları agah edək. Bir çox həqiqətləri bilmirlər. Gərək onları agah edək. Agah edəndən sonra
Qəbul edəndə biz onların yenə də xətalarını üstdən qələm çəkək, əfv edək onları. Və üçüncü dəstə insan o insanlardır ki, onların zərfiyyəti yoxdur. Nə qədər də insan onlara, elə də Peyğəmbərimizin özü onlara nə qədər nəsihət etdi, haqqı dedi, yenə də dərk etmək istəmədilər, dərk etmədilər. Allah buyurur, bu cür insanlardan uzaq dur. Uzaq durun mənası budur ki, da onlardan birinci, ikinci dəstə ilə davrandığınız kimi davranmayın. Onları əfv etməyin, ya da onları qoşulmayın. Sadəcə onlardan uzaq durun. Rəvayətdən nəql olunur ki, bu ayə Peyğəmbərə nazil olanda, bu üç dənə tövsiyəni Allah Peyğəmbərə Cəbrail vasitəsilə çatdıranda, Peyğəmbər Cəbrailə dedi ki, ey Cəbrail, ey mənim qardaşım, bu üç dənə tövsiyəyə mən necə əməl edim? Mənə bir yol göstər ki, üç dənə bu tövsiyəyə mən əməl edə bilim. Cəbrail dedi ki, əgər istəyirsən bu üç dənə tövsiyəyə əməl edəsən, gərək aşağıdakı bu dediklərimə də əməl etmiş olasan. Əgər bunlara əməl etsən, Allahın buyurduğu bu ayəyə əməl edə bilərsən. Birinci budur ki, buyurur, əgər bir nəfər səndən əlaqəsini kəssə, sən çalış birinci addım at, ondan əlaqə qur. İrtibatı səndən kəsdisə də sən ondan irtibat qur, irtibat yarat, əlaqə yarat. İkinci buyurur, əgər bir insan sənə zülm etsə, əgər sənin haqqını tapdalasa, sən çalış, onu əfv elə. O zülmünə görə ondan hayıf çıxma, ondan acığını çıxma. Zülm etdisə də zülmən cavab vermə. Və üçüncü budur ki, buyurur, əgər bir nəfər səni nədənsə məhrum edibsə də, bir zaman sənin nəyəsə də ehtiyacı olub, o insan sənin ehtiyacını qarşılaya biləcək vəziyyətdə, o qarşılamasa, onu yerinə yetirməsə, yəni sənin əlindən tutmasa, istər maddi, istər mənəvi fərqi yoxdur. Sən çalış, onu məhrum etmə. İmkanın olanda, onun sənə ehtiyacı olanda, onu məhrum etmə. Bu tövsiyələrin hər biri bizə bir örnək dərsidir, bizə bir nümunədir ki, Peyğəmbər necə yaşayıb, Peyğəmbər necə şəxsiyyət olub ki, baxmayaraq ki, ona qarşı çox sayda zülmlər, iftiralar atılıb, zülmlər edilibdir. Peyğəmbər yenə çalışıb, ta son həddə qədər səbr etsin və insanların hidayət olması üçün bir çox şeylərə göz yumsun. Bizim də vəzifəmiz budur ki, bugünkü günü çalışaq, öz əməlimizlə, əgər biz namaz qılanıqsa da, namaz qılmayan insanlara qarşı bu cür davranaq ki, onlar da İslamın haqq olduğunu dərk etsinlər və Allahın yoluna gələ bilsinlər. Assalamu aleykum və rahmetullahi və barakatuhu.